Bəli, sənədsiz evlər məsələsi hər zaman aktualdır. Bu mövzulara elə proqramımızda da tez-tez toxunuruq. Ümumiyyətlə, ev alarkən nələrə diqqət etmək lazımdır? Hansı zəruri sənədlər tələb olunur? Bu arada studiyada canlı müzakirə açırıq. Qonağımız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquq Departamentinin direktoru Lalə Əkbərovadır. Xoş gəlmişsiniz, Lalə xanım. Xoş gördük. Lalə xanım, belə bir ilk sual verim. Mən öz adıma torpaq sahəsi alıb orada ev tikmək istəyirəm. Torpaq sahəsini alanda nələrə diqqət etmək lazımdır? İlk öncə vətəndaşlar torpaq sahəsi əldə etmək istədikdə satan şəxsin həmin torpağa dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın olub-olmamasına diqqət yetirməlidir. Və çıxarış mövcud olandan sonra notarial qaydada alqı-satqı müqaviləsini bağlamalıdır. Torpağa dair çıxarış yoxdursa, deməli, həmin torpaq alqı-satqı predmeti ola bilməz, satıla bilməz. Məhz bu tip torpaqları, hansına ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış mövcud deyilsə, əldə etmək lazım deyil. Çünki həmin torpaqlara dair sərəncam verən şəxs məlum deyil. Satan şəxs o torpağa hüququ var və ya yoxdur, məlum deyil. Yəni, reyestrdə bunu yoxlamalıdır ilk əvvəllər. Yəni, ilk öncə bu dövlət reyestrində qeydiyyata alınmalıdır ki, bəli, Daşınmaz Əmlakın Dövlət Reyestri məhz bu şəxsin bu torpağa hüququnu yoxlayıb və qeydiyyata alıb. Qeydiyyata alınmış hüquq artıq sərəncam verilməsi mümkündür o hüquqa. Satan şəxs ancaq hüququ olmalıdır ki, o torpağı satsın. Hüquq olmadıqda bəzən bir sıra hallarda vətəndaşlar etibarnamə ilə satırlar torpağı və etibarnaməni əldə etmiş şəxs. Yəni, belə hallarla rastlaşırsınızmı ümumiyyətlə? Bu etibarnaməni verən qurum biz deyilik, ona görə onu biz görmürük və etibarnamə qeydiyyata alınmalı. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmır. Yəni, qeydiyyatdan keçməyən və elə öz başına bu cür alqı-satqı eləyən... Yəni, əlbəttə ki, bu tip məsələlər hədsiz dərəcədə çoxdur ki, vətəndaşlar müraciət edirlər ki, sənədsiz torpağa etibarnamə əldə etmişəm, mənim hüququmu, mənim çıxarışımı ver. Əlbəttə ki, kütləvi şəkildə. Biz də Asan Xidmət Mərkəzlərində, bizim qurumumuzun pəncərəsində və Asan Xidmət Mərkəzi olmadığı regionlarda bizim ərazi idarələrimiz, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ərazi idarəsində çalışan əməkdaşlarımız daim mütəmadi olaraq məlumatlandırırlar, maarifləndirirlər ki, bu etibarnamə mülkiyyət hüququnu təsdiq etmir. Hətta etibarnaməni vermiş şəxs bir müddət sonra həmin etibarnaməni ləğv edə bilər. Yəni, ixtiyar onun əlindədir. Bəli, etibarnamə sadəcə təmsilçiliklə bağlı verilən bir sənəddir. Ona görə də torpaq əldə etdikdə mütləq çıxarışı olan, hüququ qeydiyyata alınan torpaq sahəsi əldə etmək lazımdır. İlk öncə ən əsası, ən vacibi bu. Bundan sonra artıq o torpağı əldə etdikdə daha bir diqqət edilməli olan məqam torpağa çıxarış var, bunu bildik. Bu, ev tikmək üçün nəzərdə tutulmuş bir torpaqdır. Bəlkə bu meşə fondunun torpağıdır. Bəlkə bu kənd təsərrüfatı təyinatlı. Onu necə yoxlayacaq? Çıxarışda yazılıb. Əgər vətəndaşın əlində çıxarış varsa, necə dedik, birinci çıxarışın olub-olmamasını yoxlayırıq, çıxarış var. Varsa, baxırıq çıxarışa, vətəndaşlar mütləq diqqət yetirsinlər. Kateqoriya çıxarışda öz əksini tapır. Əgər yaşayış təyinatlı torpaq sahəsi deyilsə, onun əldə etmək olar, amma ev inşa etmək olmaz. Yəni, təyinatı üzrə istifadə edilməsi. Təyinatı üzrə istifadə edilməsi mütləqdir və ümumiyyətlə torpaq əldə edib... Belə hallarla çox rastlaşırıq ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikilir, bəli. Bəli, yəni torpaq əldə etməklə və ya fərdi yaşayışa və inşa etməklə məsələ bitmir. Qanuna uyğun olaraq əldə edilməli və qanuna uyğun olaraq inşa edilməli. Məsələn, meşə fondunun üzərində ev inşa etmək olmaz. Qanunvericiliyə uyğun və qanunvericinin tələblərinə riayət edilməklə fərdi yaşayış evi inşa edilməlidir və torpaq sahəsi, həmin məqsədlər üçün olan torpaq sahəsi əldə edilməlidir. Bəs MTK-lar tərəfindən tikilmiş evlərlə bağlı danışaq. Lalə xanım, bəs MTK tərəfindən inşa olunmuş mənzillə, MMC tərəfindən inşa olunmuş mənzilə çıxarışın alınması üçün tələb olunan sənədlər eynidir, yoxsa fərqlidir?
MTK tərəfindən inşa olunmuş və istismara qəbul edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin əldə edilməsi iki sənəd əsasında həyata keçirilir. Bu, MTK-nın mənzilin verilməsi ilə bağlı ümumi yığıncağın qərarıdır. İkinci, mənzilə dair pay haqqının tam ödənilməsini təsdiq edən sənəd hamı el arasında ona maliyyə arayışı deyir. Maliyyə arayışı. Maliyyə arayışı, bəli. Bu iki sənəd təqdim edilirsə və Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binası istismara qəbul edilmişdirsə, mülkiyyət hüquqlarının qeydiyyata alınması təmin edilir. MTK olmayan digər hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binalarda yerləşən mənzillərə dair isə ilk öncə, məsələn, MMC müraciət eləyir daşınmaz əmlakın Dövlət Kadastr Reyestri Publik Hüquqi Şəxsin ərazi dairələrinə və ya Asan Xidmət Mərkəzinə öz adına çıxarış alır. Vətəndaş həmin mənzilləri notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə edir. Vətəndaş MTK olmayan digər fiziki və hüquqi şəxs tərəfindən inşa edilmiş binada yerləşən mənzili əldə edirsə, notarial qaydada əldə edir. O halda hüquqları dövlət qeydiyyata alınır. MTK isə protokoldan çıxarış və maliyyə arayışı, qısaca desək. Elə mənzillər də var ki, onları nə MTK, nə də MMC inşadır. Bəs belə mənzillər əsasən Sovet dövründə olan binalardır. Bəs belə olan mənzillərin çıxarışının alınması üçün hansı sənədlər tələb olunur? Belə hallarda var. Bəli, o hallar Dövlət Mənzil Fonduna aid edilmiş mənzillərdir. Deməli, 1 oktyabr 2009-cu il tarixədək yerli icra hakimiyyəti orqanları tərəfindən order, sərəncam və kirayə müqaviləsi verilmiş, mənzillərə dair verilmiş bu sənədlər hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Aydındır. Qaynar xəttimizə. Bəli, qaynar xəttimizə bir gələn müraciət var. 7 sot torpaqdır, etibarnamə ilə alınıb. Necə sənədləşdirə bilərəm? 10 ildə orada yaşayıram, işıq pulu, su pulu ödəyirəm. Şükürov Ayət Qobudan yazır. Bilirsiniz necədir? Biz dəfələrlə bu barədə danışmışıq. Bir daha da təkrar eləyək. Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxs torpaq ayıran qurum deyil. Biz qanuna müvafiq, qanuna uyğun olaraq təqdim edilmiş sənədlər əsasında qeydiyyat aparan qurumuq və qeydiyyata həyata keçirdən qurumuq. Biz baxırıq, vətəndaş sənəd gətirdi, torpaq ayırma uyğundur, cizgi yerinə uyğundur, qanuna müvafiqdir, çıxarışın verilməsi təmin edilir. O sənəd olmadığı təqdirdə, yəni torpaq əldə etmək bir neçə mərhələdən ibarətdir. Düzdür, sənəd əldə edilməlidir, yeri müəyyən edilməlidir və s. Yekun qurum o torpağa dair hüquqlarını dövlət qeydiyyata alan qurum bizik. Bu sənədlər qaydasında olmalıdır ki, yəni hüquq müəyyənci sənəd, texniki sənəd qaydasında olmalıdır ki, vətəndaş bizə müraciət etsin. O sənədləşmə məsələsi daha çox daşınmaz əmlakı sənəd almaq üçün hansı prosedurlardan keçməlidir? Onu da izah eləyək. Prosedur da deməyək, əgər vətəndaşın, biz bildiyimiz kimi Daşınmaz əmlakın Dövlət Reyestri haqqında qanunun 8-ci maddəsində hüquq müəyyənci sənədlər sadalanıb. Eyni zamanda Cənab Prezidentin 439 nömrəli fərmanı mövcuddur, hansı ki, hüquq müəyyənci sənədlərin daha bir siyahısını təsdiq edir. O fərman, belə deyək, amnistiya xarakteri daşıyır və hüquq müəyyənci hesab edilməyən sənədlər o fərman ilə hüquq müəyyənci hesab edilir. Məhz o siyahıda da öz əksini tapmış sənədləri vətəndaş təqdim etdikdə, 8-ci maddədə və 439 nömrəli fərmanda öz əksini tapmış sənədləri vətəndaş təqdim etdikdə, ilk öncə hüquqi ekspertiza həyata keçirilir. Buna prosedur deyiriksə, yəqin ki, bunu nəzərdə tuturuq ki, hüquqi ekspertiza həyata keçirilir, sənədlərə baxılır. Sənədlər qaydasındadırsa, bundan sonra onun arxiv hissəsini müəyyən şübhələr doğrulursa və ya yerli baxış həyata keçirilir, torpağa baxılır ki, varmı həqiqətən o torpaq orada və yaxud fərdi yaşayış ev, bəzən fərdi yaşayış evi üçün inşa edilib də qeydiyyata alınması üçün müraciət edilir, amma müəyyən olunur ki, o heç fərdi yaşayış evi deyil, digər tikilidir və yaxud o yoxdur orada və yaxud natamamdır. Bu səbəbdən mühəndis yerli baxış həyata keçirilir. Hüquq müəyyənci sənədlər yerləşməsinə uyğun gəldikdə, arxiv məlumatları uyğun gəldikdə, bu prosedurlar uyğundursa, qanuna müvafiqdirsə,
hüquqların dövlət qeydiyyatına alınması təmin edilir. Layiq xanım, qaynar xəttimizə bir dənə də müraciət gəlib. Badamdarda 2 sot torpağım var, köhnə koordinatlarla uyğun gəlmir. Sənədləşmə üçün çağırıram, imtina edirlər. Deyirlər, özəlləşməyə verirəm, oradan da imtina gəlir. Torpağın çıxarışı var, nə etməliyim? Sualı bir daha, torpağın çıxarışı varsa bizdən tələb edilən nədir? Köhnə koordinatlarla uyğun gəlmir, sənədləşmə üçün çağırıram, imtina edirlər. Deyirlər ki, özəlləşməyə ver. Bilirsiniz necədir? Bu koordinatla görürsünüz, bundan öncə prosedurdan danışdım. Hüquq-mühəndis suala sənədə dair, hüquq-mühəndis sənədə dair sual olduqda adam dərhal cavab verə bilər. Lakin yerli baxış ilə bağlı olan sual olduqda koordinat, yerində müəyyən edilməsi, konfiqurasiya, yerində baxış olmadan bu sualların cavablandırılması biraz qeyri-peşin. Tamaşaçılarımız təbii ki, yazırlar. Biz də verilişimiz interaktivdir deyə çatdırırıq. Bir dənə də belə son olaraq bir dənə də sual. Çıxarışı olan qeyri-yaşayış obyekti var. Təyinatını dəyişib fərdi yaşayış evi kimi istifadə edə bilərəmmi? Belə bir sual duyum. İstifadə etmək bizim quruma aid olan bir sual deyil. Amma mülkiyyət, yəni təyinatını dəyişdirərək qeyri-yaşayış binasının fərdi yaşayış evinə çevirərək hüquqları dövlət qeydiyyata alınması mümkündür, sözsüz ki. Bəli, əlbəttə mümkündür. Bunun üçün tələb edilən sənədlər var. Qəbul komissiyasının aktı. Orada bilirsiniz, bu suallara tam cavab vermək üçün vətəndaşa suallar verilməlidir. Yenidən qurma, yenidən planlaşdırma varmı? Sökülüb tikilmə varmı? Mərtəbə artımı varmı? Ümumi götürsək mümkündür. Əgər onlar da varsa, orada başqa... Onlar olduqda, bu suallara cavab olduqda, biraz hansısa sənəddə müəyyən əlavə layihə də lazımdır. Bildiniz necə? Aydın. Təşəkkür edirəm.